Peyvənd etdiyimiz zaman hər hansı biri analiz nəticəsində bizdə çıxıbsa belə, bu əks göstəriş deyil peyvəndə. Biz digər formalarından qorunmuş oluruq. Ona görə də məsələn analiz verdik, tutaq ki deyirəm, bir forması 45 var, amma digər formalar yoxdur axı. Biz bu peyvəndi eləyirik, 3 doz eləyirik 6 ay ərzində. Bundan sonra o digər formalarına yoluxmaqdan qorunmuş oluruq. Ona görə analizimizin nəticəsində nə çıxmasından asılı olmayaraq, sadəcə mənim həmişə qızlara məsləhətim odur ki, ilk ciyəni cinsi münasibətə girməmişdən öncə bu peyvənd etsinlər. Ki, kontakt olmamış bunu eləmək, yəni özünü garantiləməkdir ki, heç bir formasına yoluxmayacam deyə. Bu formalar da, yəni HPV-nin bu 9 forması ki var, yəni tək 9 forması olmur. 150-dən çox ştam var. Sadəcə ən onkogen formalara qarşı olunan peyvənd formasıdır. Yaxşımı? Peyvəndi edirik, deməli, 3 dəfə. İndi elədik 2 aydan sonra ikinci dozamız olacaq. Ondan da 4 ay sonrasında 3-cü dozamız olacaq. Həmişə də dediyim kimi, ümumiyyətlə peyvəndin həmişə üstündəki baxırıq vaxtına. Bu xüsusi buzlu şəraitdə, yəni belə deyim, sərin şəraitdə saxlanılır və gördüyünüz gətiriləndə də bizə buzun içində gətirilib, yəni o soyuq mühit olmalıdır. Sonra yanınızda açdıq elə peyvəndin, yəni vurulma qaydası bu gün ərzində, yəni yerinə su vurmayacaqsınız sadəcə olaraq, heç bir əks göstərişimiz yoxdur. Qarışdırdıq, bulanıq məhlulu aldıq. Bulanıq məhlul, baxın, qarışdırandan sonra bu bulanıq məhlul alınır. Belə və iynəmiz vurulur. Qolumuzu bu şəkildə qaldıraq. Belə? Belə. Narahat olmuyor. Sadəcə bir iynə batını hiss edəcəksiniz. Rahat. Bitirdik.